Mən deyirəm diqqətli olun, aldanmayın. Bəziləri yalan şirin olduğuna görə hələ də aldanırlar. Nə qədər yalan sözlərlə, yalan vədlərlə sizi aldatsalar da, sonda dönüb dolaşıb yenə gələcəyiniz yer protez saçdır. Baxın, bu qardaş 4 illik müştərimizdir. Qardaş işi ilə əlaqədar Hollandiyada yaşadığı üçün uzun illər Azərbaycana gəlib gedə bilməyib. O vaxt qardaş üçün tətbiq etdiyimiz protez saçı təqribən 2 il yarım istifadə etdikdən sonra artıq uzun illər istifadə olunan protez saç deformasiyaya uğradığı üçün yenisini almalıydım. Nə Azərbaycana gələ bilirdim, nə də yanıma gəlib gətirəcək biri var idi. Çox qəribə bir şeydir. Hollandiya kimi böyük bir ölkədə mən protez saç mərkəzi tapa bilmədim, deyirdi qardaş. Elə onun da zibilinə düşüb gedib çarəsiz qalıb simulyasiya elətdirdim. Hollandiyada simulyasiyanın əslində tük effekti olduğu 3 ildə qara qalacaq dedilər. Qardaşa yəqin səndə də 3 aydan sonra gömgöy olub dedim. 3 ay getsə adamı yandırmazdı. 1 aydan sonra gömgöy oldu. Protez saçla olan görüntüm üçün darıxmışam. Onun əvəzinə heç nə verə bilməz, deyirdi qardaş. Qardaşa biraz səbirli ol, indi səni həmin günlərə qaytaracam dedim. Evdə baxım etməyi də mənə öyrətmişdin. Özüm Hollandiyada evdə edirdim. Gedəndə 2 ədəd saç alsaydım, belə bir problemlərlə üzləşməzdim dedi. Qardaşa bəlkə belə uzun şəkilləndirək dedim. Yox, mən sənin saçın kimi crop istəyirəm dedi. 1 ildən sonra istədiyim həmin o görüntüyə qayıtdım. Bu müddət ərzində başa düşdüm ki, həqiqətən də protez saçın alternativi yoxdur, deyirdi qardaş.